Ağdamda mənim ləqəbim ingilis olub futbol oynayanda. Qarabağın heyətində ilk olaraq bir ildə 3 kuboku başım üzərinə qalxızan kapitan mən olmuşam. Oyun vaxtı raketlər atılırdı Ağdama. Milli qəhrəman Allahverdi Bağırov həm mənlə bir yerdə futbol oynadı, həm mənim məşqçim oldu. Deyirlər ki, sən Qarabağın ingilisi olmusan, bu gün də komandamız İngiltərədə oynayır, Liverpool'la. Oyun nətər olacaq? 20 il Qarabağda oynadım. Sağ cinah müdafiəçisi oynamışam. Hansı ki, hal-hazırda indi Silva oynayır orada. Elə oyun olurdu, oyun qutarırdıq. Allah rəhmət eləsin bizim milli qəhrəmanımız Fred Asif. Mən həmişə deyirdi, səndə nə deyir, bu 06 motoru qoyublar. O vaxtlar 06'lar vardı. 06 motoru qoyublar ki, sən dayanmadan elə sürətlə gedib gəlirsən. O raketzada atılan vaxtlardı. Hansı ki, görsən tribunadan heç kim qaçmadı. Gəldi hamısı yığışdı bizim oyunumuza, yanımızda durdular bizim. Məşqlərimizə 1000-2000 adam gəlib otururdu tribunada, oyunlarımızı izləyirdi. O dərəcədə Ağdamların futbola sevgisi olubdu. Mən hər oyunu izləyəndə Allahverdi Bağırovun orada plakatını qoyurlar. Mən deyirəm ki, gözümü qabağında onu canlandırıram ki, gəlib orada tribunada durub, o da bizim oyunumuzu izləyir, Qarabağın oyununu izləyir. Mən Əliyev Səttar 1964-cü ildə Ağdamda doğulmuşam, boya başa çatmışam. İmarət stadionu böyründə olurduq. Uşaqlığımız imarətdə gedib oyunlara baxırdıq. Bizdən böyüklər vardı o vaxt. Allah rəhmət eləsin. Adil Nadirovudur, milli qəhrəmanımız Allahverdi Bağırovudur. Çoxları vardı ki, biz də gedirdik həvəsinə onların oyunlarını izləyirdik uşaq vaxtıkən. Hətta elə olurdu ki, qapı var, orada qapılar bağlı olurdu. Biz elə bir ki, hasarın üstündən tullanıb keçirdik. Hökmən gedib bizi oyuna baxmalıydıq. Çünki futbol olan sevgimiz idi. Çünki imarətin də ətrafında o qədər uşaqlar yığışmışdı ki, hamısı da futbolu o qədər belə də dərindən bilirdi, sevirdi. Həm də uşaqlıqlar hamısı orada belə deyək də Ağdamın o vaxtki akademiyası deyək də orada məşqlərdə olurduq. Ondan da sonra elə gətirdi ki, mən milli qəhrəman Allahverdi Bağırov həm mənlə bir yerdə futbol oynadı, həm mənim məşqçim oldu. Allahverdi sanki o vaxtdan elə ki, doğulanda elə ki, milli qəhrəman doğulmuşdu. Onun vətənpərvərliyi, onda elə bir futbol qeyrəti, vətənpərvərlik qeyrəti vardı ki, o sonunda gəldi, bildizdə milli qəhrəmanımızdır bizim. Məğlubiyyəti heç vaxt sevməzdi. Həm futbol oynayan dövründə, həm də məşqçilik dövründə heç vaxt sevmirdi ki, məğlubiyyəti. Həmişə də o öndə gedənidir. Həmişə hamımıza belə yaxşı, belə deyək də, yaxşı tərəfdən nümunəvi bir elə bir ki, komandir idi. Bax, onun kimi mən elə bir ki, xatırlayıram. Ondan sonra elə oldu ki, biz özümüz 1984-cü ildə Qarabağda əsas komandada oynayası olduq. O vaxtları çox, belə deyək də, Qarabağlıların, Ağdamların futbola sevgisi həddindən artıq çoxudur. Vaxt vədə elə gəldi ki, 88-ci ildə biz çempion olduq. 88-də çempion olanda, 89-cu ildə çempionlar həmişə oynayırdı, SSR-də ikinci dəstədə. O vaxtda biz ora çıxanda, inanırsınız, biz Ağdamda stadiona gəlib imarətə dönən bir yer vardı. Oradan dönüb imarətin içine girmək 100 metridir. Oranın avtobus insanların əlindən gedə bilmirdi. Oyundan 3 saat əvvəl gəlib stadionda özünə yer tutan olurdu. Bizim elə olurdu ki, məşqlərimizə 1000-2000 adam gəlib otururdu tribunada, oyunlarımızı izləyirdi. O dərəcədə Ağdamların futbola sevgisi olubdu. 20 il Qarabağda oynadım. 20 ili sağ cinah müdafiəçisi oynamışam. Hansı ki, hal-hazırda indi Silva oynayır orada. O da 2 nömrə oynayır, onun oyununu çox bəyənirəm. Mən o dövrdə, düzdür, bizdə üçlü müdafiə olurdu. Üçlü müdafiədə mən həmişə cinahda, çox sürətli futbolçu olmuşam deyim mən. Həmişə cinahda mən hücumda, bütün belə deyək də, hücumlarda mən cinahda elə bir ki, öndə gedirdim. Heç vaxt yadımdan çıxmaz, Qurban müəllim də birdən bizim baş məşqçimiz, hal-hazırda Qurban Qurbanov, birdən görüşəndə məndən deyirdi ki, Səttar, sən indiki futbolu sən o vaxt oynardın. İndi dörtlü müdafiədə cinahlar həmişə hücumda olur. Gedib gəlmək hasaddır da, çünki orta dayaqlar çıxıb elə bir ki, sığortalaya bilirlər. Amma bizim dövrümüzdə elə bir ki, üçlü müdafiə idi. Getdiyin kimi də qayıtmalıydın. Qayıdıb müdafiə çatmalıydın. Fikirləş 80-100 metri getdiyin kimi də qayıtmalıydın. O vaxtlar o qədər məndə sürət olub ki, o qədər dözümlülük olub ki, məndə elə oyun olurdu, oyun qutarırdıq. Allah rəhmət eləsin bizim milli qəhrəmanımız Fred Asif, Asif Məhərrəmov. Deyirdi ki, Səttar görüşürdü belə. Elə olub ki, mənim alnımdan öpüb ki, sənin qeyrətinə qurban olum. Yəni sən elə olub ki, səni vurublar, yıxılmısan, durub bir də gedib topu alımsan. Mən həmişə deyirdi ki, səndə nə deyib, bu 06 motoru qoyublar. O vaxtlar 06'lar vardı.
06 motoru qoyublar ki, sən də dayanmadan elə sürətlə gedib gəlirsən. Yəni o vaxt futbola da o qədər sevgi var idi ki, Ağdamda oyun qutarandan sonra görürdün ki, nə bazanın qabağında dayandılar fanatlarımız. 5-5, 3-3 hamımızı yığırdılar, maşına apardılar, bizə qulluq edirdilər. Fanatlarımız o qədər həddindən artıq güclü fanatlarımız olub ki, onların da o fanatların bir üstü olan Usta Sərdar vardı. Oğlu da Çıkı deyirdilər ləqəbi. Bizdə Ağdamda ləqəblər olurdu. Elə mənim adımı İngilis deyirdilər o vaxtlar. Fanatlarımız bizim yaxın rayonda olanda bütün oyunlarımıza gəlirdilər, otururdular tribunada, 90 dəqiqəni həmişə alqışlayırdılar. Elə rayonlar olub ki, biz getmişik orada məşq vaxtı, belə deyək də, Şəkidə məşqdəyik. Bir də gördük ki, Usta Sərdar böyürdən çıxdı. Bütün komandanı yığıb aparırdı ki, məşqdən sonra siz mənim qonağımsınız. Bir-iki dənə quzu götürürdü, aparıb kəsirdi, qulluq elirdi. Deməli, mən Ağdamda mənim ləqəbim İngilis olub futbol oynayanda. Həmi futboluma görə biraz elə bilirdilər ki, doğrudan da elə mən İngilis futbol oynayıram. Çox belə də sürətli futbol oynamışam, belə həmişə hücumlarda iştirak eləmişəm, müdafiəçi ola. Ona görə də elə görürdün ki, futbolu bilən adamlar deyirdi ki, Səttar İngilis futbolu oynayır, İngilis futbolu. Amma bu İngilis adının bir əvvəli olub da. Mənim uşaqkən evin ən son beşiyi olmuşam. 5 qardaş olmuşuq, bir bacı. İstəyirlər ki, adımı İngilis qoymağa. O vaxtda o İngilis adı biraz xarici adı olduğuna görə metrika yazan da o vaxtlar deyirlər ki, belə bir qanun var ki, Azərbaycanlı adı olmalıdır. Elə orada da mənim adımı Səttar qoyublar. Və ləqəb olaraq da elə uşaqlıqdan İngilis deyiblər, çağıracaq. Hətta elə olub ki, bizim qonşuluğa, qapımızın ağzında gəlib deyiblər ki, burada Səttargilin evi hansıdır? Bizdə də Ağdamda da bir Səttar vardı, 2 küçə bizdən yuxarıda olurdu. Həmişə yönəldirdilər o tərəfə ki, Səttargilin evi oradadır. Elə ki, deyirdilər ki, futbolçu deyirdilər ki, nə futbolçu Səttar yox, İngilis deyil. Yəni, bütün Ağdam, hətta məktəbdə, jurnalda Səttar yazılırdı. Amma müəllimlər də çağıranda İngilis çağırırdı. Yəni, İngilis adı məndə o ənənədən qaldı. Həm də futbolda da elə, hətta son dövrlərdə elə bilirdilər ki, məni haradasa İngilis klubu dəvət eləyib, ona görə adıma İngilis adı deyirlər. Belə bir şeylər də arada bizim baleşiklərimizdə belə sözlər gəzirdi. Amma doğrusu mənim adımın elə bir şey qoyulmağı İngilis adı istəyiblər. Amma sonunda elə bir ki, o metrikada icazə verilməyib. 90-cı ildə biz çempion olandan sonra bizdə belə deyək də, biraz bu müharibə ilə əlaqəli çox çətin günlərimiz oldu. Əziyyətli günlərimiz başladığına baxmayaraq, biz heç vaxt stadiondan, imarətdən, oyunlarımızdan heç vaxt kənarda qalmadıq. Hətta o dövrlərdə Ağdam işğal olunandan sonra başqa klublardan bizə dəvətlər olundu, yaxşı təkliflər olundu. Biz də söz verdiyimiz insanlar var idi ki, onların da ikisi bizim milli qəhrəmanımız Allahverdi Bağırov və milli qəhrəmanımız Asif Məhərrəmov oldu. Biz onlara söz vermişdik ki, bu komandanı Ağdama qaytaracağıq. Ona görə də biz elə olurdu ki, elə oyunlarımız olurdu ki, Mingəçevirdə oteldə qalırdıq, amma gəlib Ağdamda biz oyunlarımızı oynayırdıq. Heç vaxt da məğlubiyyətinə barışmırdıq. Çünki bizim orada hərbiçilərimiz Səngərdə olurdular, gəlirdilər, oyunu izləyirdilər. Elələri olurdu ki, Səngərdə olurdular, oyuna gələ bilmirdilər. Biz gedirdik, oyunlarımızı orada oynayırdıq. Elə olurdu ki, oyun vaxtı raketlər atılırdı Ağdama. Birinci hissədən sonra elə olurdu ki, oyunu dayandırırdılar. Məsələn, elə komanda olurdu ki, gəlirdi Ağdama, raketlər atılırdı. Onlar deyirdi ki, yox, biz oynamırıq, çıxıb gedirik. O raket zad atılan vaxtlardı. Hansı ki, görsən, tribunadan heç kim qaçmadı. Gəldi, hamısı yığışdı bizim oyunumuza, yanımızda durdular bizim. O raket səslərini elə eşitmirdilər, amma bizim bir elə bir ki, qulağımız o səsləri öyrənmişdi. Ona görə də biz də sonuna qədər Ağdamda oyunlarımızı oynadıq. O vaxta qədər ki, ən son oyunumuz oldu Turan Tovuz'la. Polifinal oyunuydu Kubokda. O oyunu da 1-0 olduq. Təkrar oyunu da getdik Qazaxda 2-1 olduq və çıxdıq finala. Finalda da Sumqayıt komandasını udduq. Həmən ili 93-cü ildə həm biz çempion olduq, həm kubok götürdük, həm super kuboku götürdük. Mən də belə deyək də Azərbaycan o tarixində ilk olaraq kapitan kimi bir ildə 3 kubok qalxızdım. Ona görə də biz həmişə bizim öz fanatlarımıza minnətdarlığımızı bildiririk ki, heç vaxt bizi stadionda tək qoymayıblar. Qarabağın heyətində ilk olaraq bir ildə 3 kuboku başım üzərinə qalxızan kapitan mən olmuşam.
Qurban müəllimlə bir komandada oynamamışıq. Qurban müəllim qarşı tərəfdə oynayıb. Cavan vaxtı Zaqatalada oynayanda Daşqın komandasında oynamışıq bir-birimizə qarşı. Və sonra Neftçidə oynayan vaxtda bir-birimizə qarşı oynamışıq. Hal-hazırda da ünsiyyətimiz var. Qarabağımızın baş məşqçisidir. Qarabağın bugünkü belə deyək də futbolunda, bugünkü sistemində, bugünkü o zirvədə durmağında Qurban müəllimin böyük rolu var. Mənim oğlum da hakimdir hal-hazırda Premyer Liqada Kamran Əliyev. İnşallah Qarabağ Çempionlar Liqinin play-offuna düşəcək Allahın izni ilə. Bu gün də Liverpool'la oyunları var. Çoxları deyir ki, Qarabağ Liverpool'da çətinlik çəkəcək, böyük hesabına udacaq. Amma mən deyirəm ki, Qarabağ yaxşı oyun oynayacaq. Düzdür, ola bilər, udar, heç ola bilər. Futbolda heç nə əvvəldən sığortalanmayıb. Amma mən deyirəm ki, bugün Qarabağ gözəl futbol oynayacaq. Yəni, nətər o bugünkü gündə Avropada belə deyək də, Qarabağ gedir, öndə futbol oynayır, heç kimdən çəkinmədən. Liverpool'la da həmən futbol oynayacaq inşallah. Deməli, mənə zəng gəlir, deyirlər ki, sən Qarabağın İngilisi olmuşsan, bugün də komandamız İngiltərədə oynayır, Liverpool'la. Oyun nətər olacaq? Mən də onların suallarına səmimi cavab verirəm. Mən deyirəm ki, Qarabağ yaxşı futbol oynayacaq, gözəl futbol oynayacaq, hücum futbol oynayacaq, yəni heç kimdən çəkinməyəcək. İnşallah da ki, mən deyərəm ki, futboldur, udada bilər, udzada bilər. Amma əsas odur ki, Qarabağ öz adına layiq bu günləri futbol oynayacaq. Son olaraq Qarabağla bağlı ən böyük arzunuz? Qarabağla mənim arzum bu olub ki, inşallah Allah qismət eləsin Ağdamımıza, imarətimizə, indiki Ağdamda tikilən imarət olsun da deyək ki, ora Barcelona gəlsin, Real Madrid gəlsin. Amma bir arzum da var ki, mən arzu eləmişəm ki, Qarabağın veteranları, Qarabağ komandası, bir də hərbiçilər. 3 komanda orada belə bir mini turnir keçirsin. 10 dəqiqəlik mı oyun deyək, 15 dəqiqəlik mı oyun deyək ki, üçümüz bir-birimizlə oyun keçirdək. Deməli, Allah rəhmət eləsin, Allahverdi Bağırov, Elbrus Abbasov, Adil Nadirov, Ramiz müəllim, Eldar Bağırov. Bunların sanki Qarabağın Çempionlar Liqasında, Avropa oyunlarında sanki elə onların ruhu da gəlir stadionda oyunu izləyirlər. Onların da ruhları şad olur. Qarabağın qələbələrinə onların da ruhları şad olur ki. Çünki mənim yadımdan çıxmaz həmişə Allah rəhmət eləsin Adil Nadirova deyirdi ki, bir vaxt gələcək Juventus, Barcelona, Real Madrid, Chelsea, Liverpool bizim Qarabağ komandası ilə oyun oynayacaq. İndi onu o vaxt sağ ikən deyibdi. İndi bugünkü gündə Chelsea ilə, Liverpool ilə oynayır. Onların ruhları şad olur ki, onlar da belə deyək də arzularına çatırlar. Onların da o ki, belə hər bir oyunda inanın ki, mən hər oyunu izləyəndə Allahverdi Bağırovun orada plakatını qoyurlar. Mən deyirəm ki, gözümü qabağında onu canlandırıram ki, gəlib orada tribunada durub, o da bizim oyunumuzu izləyir, Qarabağın oyununu izləyir.